Burada bir sıkıntı var. Sıkıntımız odur ki ağıl dişi buradan çürüyüb və tam perpendikulyardır. Ekran şəkli olmasa da plyonka üzərində rentgen var. Rentgenden de göründüyü kimi tamamen perpendikulyar dişlərə və orada da görünən o qara nöqtə ki var, karyeski var. O da artıq sinirə gedib çatıb və ağrılar verir. İndi biz buradan bu ağıl dişini kəsib çıxardacağıq. Hamısı bütün dişlər belə bu ox üzrə çıxdığı halda ağıl dişi dediyim kimi perpendikulyar olaraq belə çıxıb. Hətta bu dişin də arxa tərəfini çürüdüb. Yəni bu diş də artıq ağrı vermiş ola bilər. İndi bu dişi çəkəcəyik, ağıl dişini çəkəcəyik. Pasiyent də çox qorxur. Qorxursunuz ha? Qorxurmuş. Dişin çürümüş tac hissəsidir bu. Bu hissə çürümüş hissədir. Bunu götürdük. Deyirdim bu hissəni də çürüdüb. Burada da bir müəyyən bir çürümüş hissələr var. O birisi dişi də. Yəni bu ağıl dişi qalıb burada ziyan verir. Burada arxa tərəfdən görürsə digər dişi də çürüdüb. Şimdi köklərini çıxardacağıq. Köklər də orada. Və kökü də çıxartdıq. Heç nəyimiz də yox. Bağlayırıq, tikirik, tutarıq. Əməliyyatımız bitti. Burada bir drenaj yolu qoyuruq. Buradan çıxan qan onun yoludur. Tam bağlamayacağıq buranı. Ağrı oldu. Heç nə olmadı, eləmi? Bu da çəkdiyimiz diş oldu. Çəkdiyimiz diş. Ümumi ab-hava bu. Və əməliyyatımızı bitirmiş olduq. Keçmiş olsun.